Salam millət, hər vaxtınız xeyir. Deməli, bu günlər nəhayət o gün gəldi, çıxdı. 16 noyabr yarış günüdür. Hazır mıyıq? Hazırıq. İndi qarajdayım, düşdüm, maşını kodlayım, işə salım, gedim. Keçən dəfə də yüngül bir qəza oldu. Amma buna baxmayaraq yenə də biz öz ampulamızdayıq və davam edəcəyik. Burada gördüyünüz kimi yüngül bir qəza oldu. Bir cavan uşaq idi, arxa-arxaya verəndə moykada gəldi, vurdu. Çox böyük şükür eləyirəm ki, faralara heç nə olmadı. Çünki faralar bahadır və biraz da çətin tapılır. Heç bir şey, indi düşdük, maşın hazırdır. Maşını xodlayaq, işə salaq və çıxaq Bakıya, üzü Bakıya doğru gedək. Üzürlü sayın, biraz qarajımız qaranlıqdır. Rüfət gözləyir, Rüfətlə görüşəcəm və oradan da birbaşa Bakubusun demək, təlim məşq trasına gedəcəyik. İnşallah yarış orada olacaq. Drift və time atak yarışıdır. Biz də təbii ki, time atakda iştirak edəcəyik. Belə, heç bir şey. Başlayaq. Bir dənə cold start eləyim. Heç bir vaxt eləməmişəm, özümə də maraqlıdır. Bir dənə işə salaq, görək nətər çıxır səsi. Millət, demək, gəldik. Mən videonun açılışını evdə eləmişəm, ona görə Rüfət qardaşla gəldik. Bir kuruq fırlandıq maşınlara baxmaq məqsədi ilə ki, görək nə var. Nə düşünürsən Rüfət? Düşünürəm ki, əgər kateqoriyaya ayrılsalar, nəticə vermək olar. Kateqoriyaya ayrılsalar biraz işimiz çətin ola bilər. Görək də, hələ gəlirlər də. Çünki Lamborghini zat da var, yəni. Bizli bir şey deyil. Bizli bir şey deyil. Bəli. Artıq sadəcə. Burada indi drift karlar falan yığılıb. Buradadır. Bu tərəfimizdə də var. Yığılıb, arxa tərəfdə show karlardır. Belə gəzdik, baxdıq. Əsasən bizi maraqlandıran nədir? Maşın və təkərləri. Biz yəni o tərəfdən hazırlıqlı gəlmişikdən deyirik görək nə var da. Amma bir şey də var ya, maşının nə olmağı önəmli deyil, onu sürmək də önəmlidir. Yox, indi əlbəttə ki, tutalım ki, sport təkərlər taxan adam demək ki, sürmək üçün taxılır da. O, heç, yəni mən onun olmağına baxmayaraq, onu sürmədə yaxşı sürməsə, nəticə verməyəcək. Görək dərəm yığılır da maşına görə kateqoriya nə olacaq, nə ayrıcaqlar. İnşallah xeyirlisi. İnşallah. Yəni bir də maşınlar... Əsas olub podiumda olaq. İnşallah. Yəni o məşqdəki olan nəticələr olsa, bizim hesablamamıza görə bir-ikini götürürük də inşallah Allah'ın izniyle. Görək nətər olur. Belə başqa. Gəlin indi sizə bir maşınları göstərəyim mi? Burada bu yəqin ki Hikmət Ustanın maşınıdır deyə düşünürəm, bilmirəm. Universal Garajın logosu var çünki üstündə. Bunlar hamısı drift karlardır. Burada da biri var. Bunlar hamısı drift karlardır bura qədər. Bu indi yayda olanda tədbirdə daha çox şey olur. Adam olur. Daha maraqlı olur, biraz elə düşünürəm. Həm də qapalı da xalına görə. Qapalı da. Burada bir dənə Omegamız var. Dünən sonra mənim vuram maşın. Bu deyil də, yəni Omega idi da. Burada bir dənə BMW. Adətən BMW-dir drift karı. Bir dənə o Toyota idi, Subaru idi. Toyota yox. Burada da bir dənə. Arkada Toyota idi, Subaru. Buradan da o tərəfə başlayır. Bunlar yəqin time atak üçün sürənlərdir. BMW-lər var. Burada M2 var. Bunlar bizim kateqoriya deyil. Yəni bizim kateqoriya deyil. Bu BMW, bu heç. Bu bəlkə ola bilər bizim kateqoriya. Mustangdır bu. Mustang. Bu bizim kateqoriya ola bilər. Porsche yox. Porsche də belə də ki, hamısı olsun. Alsın. Porsche yoxdur. Burada bir dənə Mercedes var, AMG. 430-dur deyəsən bu AMG. Bilmirəm. Yəni belə AMG olmağından bəllidir. Burada bu bizim kateqoriyadır.
Görək nəticə nə olacaq? Maraqlıdır. N-Line. Burada başqa bir BMW, burada bir Lada. Bu indi sürəcək deyə düşünsən? İran nömrə? Yox, Oman. Yox, orada dəyişdi. Dəyişdi orada, ha. Burada bir dənə lamba var. Yəni biraz qabaqdan belə salonunu da göstərim. Maraqlıdır. Karbon işləməlidir. Performantedir deyəsən. Maraqlıdır. Performant. Kavral sevmirəm də. Yəni mənim zövqümə görə deyil. Bizim ölkəyə uyğun deyil. Dubaidə yaşasaydı. Yəni Dubai olsun, yəni o tipi sevmirəm də. Üstünün elə olmağını başa işte. Burada başqa bir BMW. Bu nədir Rüfət? BMW sürən olmusan, biləsən sən. C30'dur da. Bu şeydir də, hə, C30. Bizdə tanışaq vardı, da vardı. Plug-indir. Plug-in C30. Amma kilometraj az verir. Burada bir dənə Çin maşınımız var. 50-60 kilometr verir təxminən. Çin maşınımız var. Yəqin ki, bu da time atak sürəcək. Burada bir dənə 4 göz var. Burada bir dənə mini var. Mini S düzdür bu şeydir. Nədir? Sport paketdir. Bu kimin maşınıdır burada? İki dənə də dəxilsiz maşın var. İki dənə dəxilsiz maşın. Bu boyda bensin Honda'nın yeridir. Bu da bizim maşınlardır. Durmuşuq. Mənim maşınımı buradan 2 gün bundan qabaq burasını vurdular. Heç bir şeydə belə. Burada Rüfətin maşını. Burada bir dənə Seat, Volkswagen, Lada, bir dənə də Lada orada. O Lada biraz motoru belə. Ümumiyyətlə vəziyyət belədir. Orada motorlar düzəlir. Yolun qırağını bağlamayıblar ha. İzləyici yoxdur ona görə də. Bir dənə o tərəfi bağlayıblar. Görünür bura izləyici qoymayacaqlar, orada yığılacaq da cəmaət şəkildə. Orada yığılacaq. Orada yığılır. Buralar şeydir, açıqdır. Ümumi mənzərə belədir. Bu boyda qaranın içində bir dənə ona bax da səncə. Cənə mən heç olmasa kütləyə uyğun hərəkət edir. Qara eləmiş. Bir dənə mənəm burada. Belə. Səni başa qovalamaq lazım. Heç bir şey, tamam elə. Gözləyə görə başqa nə maşınlar gəlir? Başqa maşınlar gəlirsə çəkərik tamam. Saçı rənginə. BMW ismi nələrdir? O BMW-dir, bilirəm. Gözündən bilirəm. Bu ikisi BMW-dir. O birisi zəif bir şeydir. Prosta bunların kölgəsində biraz gəlir də. O deyildi. Amma o birisi də normal. O faralarını, o çox müzakirə olundu ki, faralarını nə eləyiblər onu? Sən motoda sürmüsən də, bəlkə mənim motoda var. Avropa variantları yoxsa hansı variantlarında gözləri eyni olan variant var. Var. Bunu hansısa nəsə standarta görə, bilmirəm, Amerikankalar da belə olur, yoxsa... Amma mən deyirəm, bu onların kölgəsində gizlənib, amma yox, bu da normal bir şeydir. Kusu bilmədim, tanımadım bunu. Yox, bu da normal bir şeydir. 675 o şeydir, motor gedir onda, 675. 600 kubluqdur da. 600 kubluqdur da. Nə modeldir bilmədim, nə markadır daha doğrusu. Maraqlıdır. Sesimin arar sürmüşəm, çox qəşəng gedir yəni. Nətərdir? Dipala var, dipala. Drift başlayıb. Dəqiq bilmirəm, burada drift taksi də var idi. Həm də drift var. Yəni drift taksi qeydiyyatdan keçirdi izləyicilər müəyyən bir sayda. Bax, burada indi məsələn qabaqda gördüyünüz maşında bir vətəndaş əyləşib. İndi drift taksilər başlayacaq. Burada hamısı, bütün pilotların yanında demək olar ki, bir nəfər var. Onda demək hələ ki, drift taksidir. Daha sonra gəmidən yaxından çəkib sizlərə. Çox səs-küydür. Çox səs-küydür. Baxa görək. Bu Orxanın maşınıdır. İki gedirlər.
Bu drift taksidir. Drift başlayanda da bir-iki kadr alarıq. Millət, demək, indi time attack başlayır. Düzülür, getdik, qol çəkdik, təhlükəsizlik məqsədi ilə, yəni hər hansısa bir qəza olarsa, maşın vəziyyətə dəyərsə, məsuliyyəti təşkilatçı daşımır, özünüz daşıyırsınız. İndi durmuşuq, biz hələ çıxmırıq, gözləyirik. Bu boyda maşın var, bu çıxsına biraz arxa azalsın, axıra yaxın üçün çıxacaq. 2 kateqoriya var, 400 at gücünə qədər, bir də var 400 plus. Yəni biz Type-R saydıq, 400-ə qədər olandır. Belə. Bundan sonraki inşallah çəkiliş yəqin ki, maşın içində olacaq, sürüş vaxtı. Bildiyim qədər 3 kruqdur. Birinci, safecarın dalınca geçən trası tanımaq üçün artıq 2 kruqu vurursan nəticə üçün. İnşallah yaxşı olar. Baxacaq nəticəmiz nə olacaq. Artıq vaxt gəldi. Safecar çıxdı. Ondan sonra qeyd olunur. Tamam oldu. Çox sağ olun, təşəkkür. Tras köhnədir. Nə qədər də Bilirəm. tras köhnədir. Bilirəm. Hələ ki bir kruq safecarın dalınca edirik. İnşallah bu safecar çıxandan sonra biz onu şey edəcəyik. Təkərlərimizi qızdıraq. Buraxırdı axı.
Belə. Axırıncı qrupu neçə saniyə gəldim bilmirəm, baxanmadım ona. Amma məncə yaxşı olar, soruşarıq indi uşaqlardan. Hə, demək 46 nə qədər bilmədin nə qədər gəldiyimi? Altını görmədim. Hə, 46 nə qədərsə gəlmişəm, yaxşı nəticədir əslində. Rüfət 44-56 gəldi. İndi bu başdan gəlir indi Rüfət. İnşallah. Ha, o dən çıxdı. Qırx 42. 44-42. 4-42 bomba nə? Ha, yaxşıdır. Ha, gəlir Rüfət. Yəni deyək şad xəbəri ona. Rüfət. Dəqiqə baxaq. Səncə neçə? Səncə neçə? 44-ü görmüşdüm. 44-42. 43-ə sala bilmədim. Niyə 44-42 gəldin də? 43 niyə? Birinci yer, təbrik edirəm. Əvvəla sağ olun hər biriniz. Yəni burada indi olmayanlar da var. Hava soyuqdur, başa düşürəm. Gəlmisiniz, var olun, təşəkkür edirəm. Çox yormuram sizi. Telefona ad boy verirəm, keçirəm. Biraz uzaqdan baxmayın, xahiş edirəm. At gücünü özünüz bilirsiniz, onsuz da 2 kateqoriyaya bölünür. İzah eləyim. At gücü məsələn 250 plus 250-dən aşağı. Yəni belə deyək, 6 yer olacaq. 2 dənə birinci yer, 2 dənə ikinci yer, 2 dənə üçüncü yer. Xeyirli olsun. Sağ olsun. Deməli, qeyd edirəm. 3-cü yeri qeyd edirəm, amma hansı kateqoriyadır bilmirəm. 77 NN 556. Buyur. Minnətdaram. Şadam. At gücü neçəydi? Bir dənə qardaşa da tərəf bax. At gücü 276. 276. Deməli, xeyirli olsun, təbriklər. Şadam sizə. İndi ikinci yer. İcazənizlə mən gedim də. Əlbəttə, Allah şəfa versin. Görüşərik, sağ olun, gəldiniz, var olun. Təşəkkürlər. Deməli, ikinci nömrə var burada. 99, hərflərini demirəm, özü biləcək, 997. Abi, bilmirəm. İndi necə yazıblar, bilmirəm, təbrik edirəm. Yenə qardaş, yenə. Öz hamısı qızıl da, gümüş qızıl. Buyurun Rəhman müəllim. Rəhman, hörmətsizlik eləyirsin. Deməli, burada birinci yer var. Kateqoriyanı sonra açıqlayacağıq, o heç. Sumqayıt maşındır, Sumqayıtdan əziyyət çəkib gəlib. 50 CK 880. Təbrik edirəm əvvəla. Buyurun. Xeyirli uğur olsun. Bir dənə bu qızılı da taxaq. Çox sağ olun. Kateqoriyanı özünüzsün. Motorun gücü neçə atdı? Süper. Kateqoriyanı axırda açıqlayacağam. O qrupda paylaşılacaq. 205. Deməli, yenə 3-cü yerdən danışırıq. 3-cü yerdən. Amma məncə burada yoxdur. Amma yenə də deyəcəm. 3-cü yer 99 XQ 022. Ha, burada görmədim. Təbriklər. Sən birinci kateqoriya. Hə, ola indi onların hamısını biz bölgüdə paylaşacağıq inşallah. Xeyirli uğurlu olsun. Gümüşdən müğayət olun, qızıldan. Deməli, ikinci yer. İkinci yeri açıqlayıram. Ad çəkmirəm, reklam olur, amma çəkəcəm. Yəni, draq deyəndə, yada düşəndə Seymur bəy 99 XQ 601. Xeyirli uğurlu olsun. Özümə də maraqlı da birinci yer. Həqiqətən xəbərim yoxdur. Uğurlar. Deməli, birinci yer, yəni birinci yer 77 NZ 033. 033. Təşəkkürlər, uğurlar, xeyirli uğurlu olsun. Güvənirəm ki, bundan da yaxşı olacaq. Söməlli. Ümumi saniyələri paylaşacağıq, yəni şəffaflıq olsun deyə. Hamının saniyəsini opşu qrupda paylaşacağıq. Var olun, təşəkkür edirəm. Gələn ayaqlarınız var olsun. Ərzun Kubukan. Əziyyət çəkdim. Xoşdur. Hə, Rüfət ağam. Təbrik edirəm mən səni. Mən də səni təbrik edirəm. Çox sağ ol. Məqsədimiz var idi. Məqsədimizi şükür Allah yerinə yetirdik. Birinci kateqoriya
birinci yer, o da ikinci kateqoriya birinci yer. Hər iki Honda lider oldu. Şükür. İndi əsas məsələ odur ki, yaya hazırlaşmaq. Yayda yəqin ki, fərqli olacaq inşallah. Mənim kateqoriyam biraz da çətinləşdi. Çətin olacaq, bəli. Biz də yəni həvəslənək, yaya hazırlaşaq. Belə. Çox sağ olun, bura qədər izlədiniz, dəstək verdiniz. İnşallah maraqlı videolar irəliləyən videolarımızda. Təşəkkürlər.